Salam uşaqlar. Deməli, keçən dəfə dərsin izahı yarımçıq qalmışdı. Ona görə izahı yenidən verirəm. Deməli, biz böyüdücü cihaz deyəndə biz burada əsas götürürük mikroskopu və lupanı. Lupa ən sadə böyüdücü cihaz hesab olunur. Çünki əşyanı 2-25 dəfəyə qədər böyüdür. Yəni maksimum 25 dəfə deyəcəksiniz, minimum isə 2 dəfə böyüdür. Və lupanın quruluşuna siz baxsanız görəcəksiniz ki, bir dənə dəstəyi var, bir dənə çərçivəsi var və iki tərəfi qabarıq böyüdücü şüşəsi var. Mikroskop isə nədir bəs? Mikroskop ümumiyyətlə yadımızda saxlayırıq ki, mikroskop sözünün mənası mikros kiçik deməkdir Yunancadan, skopio isə baxıram deməkdir. Yəni mikroskopla elə bir kiçiyə baxıram. Bax, belə bir yadda saxlaya bilərsiniz. Ümumiyyətlə biz mikroskopu bölürük. Məsələn, işıq mikroskopu, elektron mikroskop və s. İşıq mikroskopu deyəndə bax biz deyirik ki, əşyanın böyütməsi. Yəni böyütməsi üçün optik hissəsi olur. Optik sistem mikroskopun ən vacib hissəsidir. Ümumiyyətlə biz işıq mikroskopunu iki yerə bölürük, hissəyə bölürük daha doğrusu, mexaniki və optik hissələr. Burada optik hissə deyəndə hansı ki vacib olan hissəsidir mikroskopun və optik sistemə əsas götürürük obyektiv və okulyar hissəni götürürük. Bunlar onun optik hissəsidir. Və mikroskopun böyütmə dərəcəsi həmin bu obyektiv və obyektiv və okulyarda olan rəqəmlərin vurulmasından asılıdır. Yəni hasilinə bərabərdir. Məsələn üçün deyək ki, burada da yazılıb sizin üçün. Əgər ki obyektivin üzərində 20 yazılıbsa, yəni 20 dəfə, bu işarə 20 dəfə böyütmək deməkdir. 20 yazılıbsa, okulyarın üzərində 10 yazılıbsa, deməli mikroskopun böyütmə dərəcəsi nəyə bərabər olacaq? 200-ə bərabər. Yəni 200 dəfə həmin o araşdırdığımız belə deyək cismi mikroskop 200 dəfə böyüdür. İndi biz nəyə baxırıq? Mikroskopun hissələrinə baxırıq. Mikroskopun hissələrində biz danışırıq nəyi? Deyirik ki, mikroskop bayaqlar dedim də mexaniki hissədən ibarət idi. Bir də hansı hissədən ibarət idi? Optik hissədən ibarətdir. Optik deyəndə biz deyirik okulyarla deməli obyektivdir, mexanik də digərlərdir. Yadımızda saxlayırıq ki, tubusun üzərində olur həmin bu belə deyək okulyar və obyektiv. Ümumiyyətlə tubus nədir? Tubus borudur. Yəni mikroskopun baxış borusudur və mikroskopa ştativ vasitəsilə bərkiyir. Ştativ nədir? Mikroskopun hissələrini birləşdirən gövdədir. Bax, bu hissəsi ştativdir. Bu hissəsi tubusdur. Tubusun bu hissəsində, yəni okulyar yerləşir. Okulyar latın sözü olub göz deməkdir. Yəni biz gözümüzü həmin bu okulyara qoyaraq baxırıq və tubusun yuxarı hissəsidir. Nədən ibarətdir deyilsə sizə deyəcəksiniz ki, çərçivədən və iki böyüdücü şüşədən ibarətdir. Həmin bu tubusun aşağı hissəsində nə var? Tubusun aşağı hissəsində görürsünüz obyektiv var. Obyektiv də əşya deməkdir və tubusun alt hissəsində, bax bu borunun alt hissəsində yerləşir və deməli revolverə bağlanır. Revolver də bax bu hissəsidir. Ümumiyyətlə bu obyektivləri öz üstündə saxlayır. Bax belə deyək. Və revolver də tubusun aşağı hissəsindədir. Və həmin bu revolverin üzərində bu obyektivlər olur və obyektivlər bir neçə dənə olur, 3 dənə, yəni bir neçə dənə olur. Yəni çərçivədən, obyektiv çərçivədən və bir neçə böyüdücü şüşədən ibarətdir. Yadımızda saxlayırıq. Sonra var orada makrovintlər. Makrovintlər nədir? Bax bu hissədədir. Makrovintlər bax bu hissədədir. Hansı ki, əşya masasını hərəkət etdirmək üçündür. Mikrovintlər isə budur, balacadır. Yəni mikrovintdir. Əşya masasındakı müşahidə etdiyimiz obyekti daha aydın təsvirini almaq üçündür. Yaxınlaşdırır, uzaqlaşdırır. Bu hissə əşya masasıdır. Ştativə birləşdirilir. Onun
bu mərkəz hissəsində uşaqlar işığın keçməsi üçün dəlik olur. Yəni işıq keçməlidir ki, həmin o biz obyekti, müşahidə etdiyimiz obyekti araşdıra bilək. Bu da ki, burada işıq mənbəyidir. Preparata işığı, yəni preparata yönəldir. Əvvələ işıq güzgüsü olurdu, güzgü ilə edirdik. Müasirlərdə artıq bu şəkildədir. Yəni işıq mənbəyidir. İşığı preparata yönəltmək üçündür. Və burada bax sizə görsəllər veriblər. Hansı ki, bax 400x yazılıb, 200 və s. Bu nə deməkdir? Yəni bu mikroskop həmin bu araşdırdığımız obyekti böyütməsidir. Məsələn, burada deyir ki, mikroskop 40 dəfə böyüdür. Burada deyir 100 dəfə böyüdür. Burada deyir 200, burada deyir 400. Bayaq dedim ki, sizə bunu necə bilirdik? Bunu həm bu obyektivin üzərindəki rəqəm, həm bunun okulyarın üzərindəki rəqəmi vururduq və neçə dəfə böyütdüyünü biz bilə bilərdik. Məsələn, burada sizə deyir. İndi bu məsələni bunu siz özünüz tapmalısınız. Amma birini məsələn nümunə üçün. Bax, burada sizə nə deyir? Burada deyir 10 dəfə, deməli, okulyarda dedik 10 dəfə böyütmə dərəcəsi verib sizə. Obyektivdə 20 dəfə böyütmə. Bu mikroskop neçə dəfə böyüdəcək? Onu vuracaqsınız 20-yə, bərabər olacaq 200. Yəni 200 dəfə nədir? Həmin o deməli mikroskop həmin o preparatı, müşahidə etdiyimiz obyekti böyütdü. İndi gəlirik nəyə? Gəlirik bu hissəyə. Hansı ki, biz burada öyrənməliyik nəyi? Məsələləri. Ümumiyyətlə uşaqlar, yadımızı saxlayırıq ki, mikrofoto şəkil anlayışı var. Mikrofoto şəkil nədir? Yəni işıq mikroskopunda istifadə edərək çəkilmiş, yüksək nisbətə böyüdülmüş foto şəkildir. Tutaq ki, burada deyirik ki, maya göbələyidir. Maya göbələyini 400 dəfə böyüdüb, onun şəklini çəkiblər. Və yaxud da duz kristalı da 100 dəfə böyüdüblər. Yəni bu mikrofoto şəkildir. Ümumiyyətlə yadımızı saxlayırıq ki, biologiyada da, fizikada da fərqi yoxdur. Bunlar da hər ikisində mikroskopik obyektlər üçün əsasən ölçü vahidi mikrometrdir. Mikrometr bu iki cür yazıla bilər. Ümumiyyətlə yadınızda saxlayırıq ki, 1 mikrometr, ya daha doğrusu 1 millimetr 1000 mikrometrə bərabərdir. Bunu niyə yadda saxlayırıq? Biz bunu məsələlərdə çevirmələr eləyə bilərik. Çevirməni biz tam anlamamız üçün, çevirə bilməyimiz üçün. Çünki bəzən sizə milli ilə verəcəklər, bəzi sizə mikrometr ilə verəcəklər. Ona görə də bu çevirməni yadda saxlamalısınız. Yadımızda saxlayırıq ki, mikroorqanizmlərin diametrlərinə görə 3 qrupa bölünür. Şərti qrupdur təbii ki, 3 qrupa bölünür. Bunlar hansılardır? Kiçik ölçülü, böyük ölçülü və orta ölçülü. Kiçik ölçülü deyəndə, əgər ki, mikroorqanizmin diametri 2 mikrometrdən kiçikdirsə, deməli bu kiçik ölçülüdür. Əgər 2 ilə deməli mikroorqanizmin ölçüsü əgər 2 ilə 4-ün arasındadırsa, yəni 4-dən kiçik, 2-dən böyükdürsə, deməli orta ölçülüdür. Əgər ki ölçüsü, diametri 4-dən böyükdürsə, deməli bu nədir? İri ölçülü hesab olunur. İndi biz burada mikroskopun altında baxılan obyektin faktiki ölçüsünü müəyyənləşdirmək üçün düsturdan istifadə edilir. Bu düstur nədir? Deyirik ki, faktiki ölçü bərabərdir şəkildəki ölçü ilə böyütmə dərəcəsi. Bölürük yəni. Faktiki ölçü nə deməkdir? Tutaq ki, deyirik, maya göbələyinin bir dənə ölçüsü var, konkret özüdür. Mən onu mikroskopun altında araşdırıram, böyütmə dərəcəsini artırıram və onda şəkildəki, mikro şəkildəki bu 400 dəfə böyüdəndəki ölçünü əldə edirəm. Məsələn, deyək ki, düsturda istifadə edərək böyütmə dərəcəsini və şəkil ölçüsü 8 millimetr olan canlının faktiki ölçüsünü tap. Deməli, bu nə demək istəyir? Demək istəyir ki, sənə ki, mən 400 dəfə böyütmə dərəcəsini istifadə elədim. Yəni 400 dəfə böyütdüm və onu gördüm, deməli 8 millimetr. İndi mənə deyir ki, bunun əvvəlki, yəni böyütməmişdən əvvəlki dərəcəsini tap. Nə edəcəm? Deyəcəm ki, faktiki ölçü bərabərdir, yerinə qoyuram. Şəkildəki ölçünü bölürəm nəyə? Böyütmə dərəcəsinə. Bu da bərabər edəcək 0,2 milliyə. Aha, bunu mən tapdım mı? İndi mən bu 0,2 millini çevirməliyim mikrometrə.
Çünki niyə deyirdim mikrometr? Çünki biz dedik ki, ölçü vahidi mikrometrdir. Düzdür? 0,2 millini 0,2 millini vuracağım minə. Çünki 1 millim 1000 mikrometrdir. Bu da bərabər olacaq 20 deməli mikrometrə. Bax belə, budur. Yəni canlının deməli bu canlının həqiqi ölçüsü 20 mikrometrə bərabər olmuş oldu. Yəni siz bu həm çevirməni yadda saxlamalısınız ki, 1 millimiz 1000 mikrometrdir. Həm də ki, hansı aralıqda olanda kiçik ölçü, hansı aralıqda olanda orta və yaxud da ki, iri ölçülü olduqda mikroorqanizmdə belə deyək, olduğunu müəyyənləşdirmək üçün bu aralıqlarda yadda saxlamalısınız ki, sualları rahat şəkildə tapa biləsiniz. Bir də burada əsas sizin önəmli olan hissə hansıdır? Bir mikroskopun hissələrini yadınızda saxlamalısınız uşaqlar. Okulyar nədir, obyektiv nədir və yaxud da obyektiv hissəsi nədir, mexaniki hissəsi nədir? Daha doğrusu optik hissə, mexaniki hissə nədir və s. və ilə. Yəni bunların hamısını tam şəkildə yadda saxlamalısınız.